Və sonuncu xəbərimiz aprelin 3-dən 5-nə qədər Asan Xidmətin səyyar işçi qrupu ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunun binasında xidmət göstərəcək. Səyyar Asan Xidmət Azərbaycan Xarici İşlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. 3 gün ərzində Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlərdən istifadə edəcək. Bunun üçün əlbəttə qəbul günlərindən öncə növbə alınması prosesi həyata keçirilmişdir müəyyən saytlar, internet səhifələri üzərindən. Lakin vətəndaşların istəklərinin çoxluğunu nəzərə alaraq növbə ala bilməyən Azərbaycan vətəndaşlarının da müraciətlərinə bu günlərdə baxılacaq. Qeyd edim ki, bu layihə pilot layihədir və ilk dəfə həyata keçirilir. Bu layihənin bundan sonra dünyanın digər ölkələrində də həyata keçirilməsi planlaşdırılır. Türkiyədə, qardaş ölkəmizdə bu xidmətlərin vətəndaşlarımıza göstərilməsi onu göstərir ki, digər ölkələrdən fərqli olaraq Türkiyə həmişə vətəndaş sayına görə burada yaşayan, işləyən, oxuyan vətəndaşlarımızın sayına görə öndə olubdur və onların bu ehtiyaclarının qarşılanılması çox önəmli, çox vacib bir addımdır.